Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, dadı damağınızda qalacaq ləzzətli qazan kotleti hazırlayacağım. Kotleti hazırlamaq üçün 300 qram dana ətindən qıyma, 2 ədəd orta boy soğan götürmüşəm. Blenderdən keçirdiyim soğanın azıcıq suyunu sıxıram. Soğanı qıymanın üzərinə əlavə edirəm. Artıq suyu atıram. Biraz duz istiot əlavə edib əlimlə yaxşıca qarışdırıram. Əti bu cür çırpıb bir neçə dəfə qarışdırıram. Sonra əlimi suya batıraraq kotletlər hazırlayıram. Hazırladığım formaları azacıq bişirəcəm. Tavanın içərisinə çox az miqdarda kərə yağ əlavə edirəm. Kotletləri yağın içərisinə düzürəm. Bir üzü azacıq rəngi dəyişdikdə digər üzünə çevirəcəm. Çox qızartmaq olmaz. Azacıq rəngi dəyişdikdə digər üzünə çevirirəm. Kotletləri qızartmıram. Bu cür olduqda yağın içərisindən götürürəm. Əvvəlcədən belə qızartdıqda sonradan kotletlər yeməyə kəf salmır. Rəngi daha şəffaf olur yeməyin. 2 ədəd orta boy soğanı da samanvari şəkildə doğrayıram. İki ədəd şirin biber götürmüşəm. Biberləri də bu qaydada doğrayıram. Əvvəlcədən dənəsini çıxarmışam. Qeyd edim ki, istəsəniz rəngli biberlərdən də istifadə edə bilərsiniz. 3 ədəd pomidoru da halqavari şəkildə doğrayıram. Pomidorun ölçüsü kiçikdirsə miqdarını artıra bilərsiniz. 5 ədəd qabığını soyduğum kartofu da halqavari şəkildə doğrayıram. Qeyd edim ki, kartof, pomidor və bibərin miqdarını zövqə görə artırıb azaltmaq olar. Qazanın dibinə biraz soğan əlavə edirəm. Üzərindən ətlərdən düzürəm. Doğradığım kartoşkadan yerləşdirirəm. Kartoşkanın üzərindən biraz biber və pomidor düzürəm. Pomidorun üzərindən yerdə qalan soğanın bir hissəsini və qalan kotletləri düzürəm. İkinci qata da eyni qaydada kartoşka, pomidor və biber düzürəm. Sonda üzərinə bir dəstə cəfəri yerləşdirirəm. Biraz da kərə yağı əlavə edirəm. Kotleti qızartdığım yağı da əlavə edirəm. Biraz duz istiot, biraz da sarı kök əlavə edirəm. Yarım stəkanda ilıq su əlavə edib van modda yeməyi bişirirəm. Bişdikcə yeməyin gözəl ətri evi bürüyür. Yağa düşdükdə ocağı söndürəcəm. Baxın, artıq yemək hazırdır. Üzərindəki göyərtini götürürəm. Gördüyünüz kimi, yemək çox ləzzətli görünür. Dadına söz ola bilməz. Hazırlayıb dadına baxmağa dəyər.